Salam değerli dostlar, değerli izleyiciler, hamımızı xoş gördük. Bu günləri Binə qəsəbəsində İmam Həsən Məscidi küçəsində, Allah evinə yaxın bir yerdə 4 otaqlı, yerdən kürsülü, qoşadaşla tikili, kombisi, mombisi, istipolu, mistipolu, hər bir şey olan bir həyat evimizin çəkilişinə gəlmişik. Bəli, değerli dostlarım, değerli izleyicilerim, inşallah səs eləyin, gəlin bu evlər məhz sizin olsun. Evimiz belə koridora açılır. Burada istipolun xəttləri var. Evimiz genişdir. 3 metr 20 santim tavan hündürlüğüdür dostlar. Evimizin mətbəxi tam ürək açıcı, geniş, istipolu olan mətbəxdir. Burada 3 dənə qoxuna mebeli üst-üstə yığılır. O qədər genişdir. Bütün xəttlər hamısı mövcuddur. Su dövlət suyudur, qaz, işıq dövlət qaz işığıdır. Hamısı öz yerində. Papıtı deyil, o öz yerindədir. Gəlin bura. Baxın, evimizin qonaq otağı. Geniş otaqlarda. Buradan bütün Naxçıvan əhli, Talış əhli. Buradan bütün hamısı Azərbaycan bütün bölgələri səs eləsinlər. Gəlsinlər, bu ev əldən qaçmaz. Gəlin değerli dostlar, değerli izleyicilerim. Gəlin bu evi əldə eləyin inşallah. Qiymət 67 minə. Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. Ətraflı geniş videonu YouTube'da da Sultan Ofis yazın çəkmişik, paylaşmışıq ha. Gəlib izləyə bilərsiniz. Gəlin otaqları bir gəzən. 4 otaqdır. Aboylanıb, kombisi qoyulub, radiatorlar qoyulub, su bakı qoyulub, hamısı qoyulub, su şirin, su qaz işıq hamısı var. Da yaşamaq üçün nə istəyirsən oxu? Gəl da bə, qiyməti də ucuzdur da, bundan artıq nə istəyir? Sabah böyün qiymətlər qalxacaq, qayıdıb dərsiniz ki, belədir, elədir. İndidən deyirəm gəl. Və gəl da, bax da, hər şey öz yerindədir. Niyə? Gelib şey eləyirsiniz axı. Gəlin öz yerinizlə da, və buradayıq da, və mən də çıxmışıq da, hamımız çıxmışıq da. Gəlin görək axı bir. Dostlar, niyə belə eləyirsiniz axı? Bax, hər şey krantı, duşu, hər şey öz qaydasında, öz yerində. Və gəlin da bə, gəl da. Və bundan artıq nə istəyirsiniz axı? Allah xeyir versin. Alana da, satana da, eləcə də bizə də inşallah. Və la havlə və quvvətə illa billah aləliyyəm azim. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. La havlə və quvvətə illa.